Salam əziz şagirdlər. Bugün sizinlə test toplusundan rasional ifadələr bölməsinin ifadələrin ədədi qiymətlərinin tapılması alt bölməsinə aid bir neçə maraqlı sualın izahı ilə tanış olacağıq. İlk sualımız 23 nömrəli sualdır. Bizdə verilib ki, ifadələrdə k bölünsün m vur n hasili bərabərdir 1-ə, m bölünsün k vur n hasili bərabərdir 4-də 1-ə, daha sonra n bölünsün m vur k hasili bərabər olarsa 5-də 1-ə. Soruşulur k vur m vur n hasilini tapın. Bunun üçün müxtəlif yollar mümkündür, lakin biz ilk sadə yolu nəzərdən keçirəcəyik. Diqqətlə baxsaq görərik ki, m, n, k-nın heç biri sıfıra bərabər ola bilməz. Hər bir məxrəcdə var. Bu səbəbdən biz bu bərabərliklərin hər üçünü tərəf-tərəfə vuraq. Yəni, k bölünsün m vur n vurulsun m bölünsün k vur n vurulsun n bölünsün m vur k. 3 sol tərəfləri vurduq. İndi sağ tərəfləri də vuraq. 1 vur 4-də 1 vur 5-də 1 əldə edirik. Burada m-ləri ixtisar eləyək, mümkün qədər k-ları ixtisar eləyək və n-ləri ixtisar eləyək. Sürətdə qalır 1, məxrəcdə qalır m vur n vur k. Bərabərdir. Cavab olaraq 20-də 1 alırıq. Burada da tənasibi tətbiq eləsək, m vur n vur k-nın qiymətini 20 tapmış oluruq. Bizdən də soruşulan elə həmin bu hasil idi. Düzgün cavab eləyir E variantı. Keçirik növbəti suala. Növbəti sual 32 nömrəli sualdır. Və sualda deyilir ki, A-nın kvadratı üzərinə gəl, B-nin kvadratı bərabərdir 6AB və A böyükdür B-dən, o isə böyükdür 0-dan olarsa, A üzərinə gəl B bölünsün A çıxılsın B kəsirinin qiymətini tapın. Bunun üçün gəlin A üzərinə gəl B-ni bizdən verilən ifadə ilə əvəz eləmələr etməyə çalışaq. Yəni, müxtəsər modüslarla tətbiq edəcəyik. A kvadratı üzərinə gəl B kvadratı bərabərdir 6A yazılıb, 6AB yazılıb bizdə. Gəlin bu ifadənin hər iki tərəfinin üzərinə 2AB gələk, yəni 2AB gəlsək, bu tərəfə də 2AB əlavə eləsək, nəticədə sol tərəfdə A üzərinə gəl B-nin kvadratı alacağıq. Sağ tərəfdə isə 8AB əldə edirik. A üzərinə gəl B-ni tapmağa çalışaq buradan. A üzərinə gəl B bərabərdir kök altında 8AB-yə. Hələ ki, bu qaydada saxlayaq. Daha sonra həmin az əvvəl istifadə etdiyimiz bərabərlikdən A üzərinə gəl A kvadrat üzərinə gəl B kvadratı bərabərdir 6AB ifadəsindən hər tərəfdən 2AB çıxaq. Çıx 2AB. Burada da fərqlərin kvadratın düsturunu almaq məqsədilə daşıyır bu. Yəni A çıx B-nin kvadratı bərabər olur bizdə 4AB-yə. Və nəticədə buradan da hər iki tərəfdən kök alsaq, A çıx B-miz bərabər olur kök altında 4AB-yə. Burada təbii ki, modulda çıxarmaq lazım idi bu ifadəni. Mənfi müsbət söhbəti var, lakin A-nın B-dən böyük olduğu ifadədə verildiyinə görə elə A çıx B-nin olduğu kimi kök altından çıxarmış ola bilərik. Burada problem yaramır. Yaşamırıq. İndi tapdığımız ifadələri yerinə qoyaq. A üzərinə gəl B-də kök altında 8AB almışıq. A çıx B-yə isə kök altında 4AB almışıq. Uyğun ixtisarlar getdikdən sonra bizdə qalır kök altında 2. O isə eləyir bizdə A variantı. Keçirik növbəti suala. Növbəti sual 47 nömrəli sualdır və sualda deyilir ki, x-in kvadratı üzərinə gəl 4 bərabərdir 3ax olarsa, x-in kvadratı böl 16 üzərinə gəl 1 böl x kvadratı ifadəsinin qiymətini A ilə ifadə edin. Gəlin bizdə verilən ifadəni ilk əvvəl müxtəsər modullarının köməyi ilə sadələşdirməyə çalışaq. Yəni, kök alaq x kvadratı böl 16-nı x böl 4-ün kvadratı kimi yazaq.
üzerine gel 1 bölü x'in kvadratıdır. Gəlin bu ifadəni müxtəsar məsəlin köməyi ilə belə yazaq. X böl 4 üzərinə gəl 1 böl x'in kvadratı çıxılsın 2 vur a vur b. Yəni 2 vur x böl 4 vurulsun 1 vur x kimi yaza bilərik. Burada məqsədimiz odur ki, bu ifadəni bizdən verilən ifadə ilə bərabərləşdirək. İndi elə bu bərabərliyi, bizdən soruşulan bərabərlik elə budur. Davam elətdirək. X böl 4 üzərinə gəl 1 böl x'in kvadratı çıxılsın. X-lar islah getsə, 2-lərin ixtisarı nəticəsində qalacaq 2-də 1. Deməli, biz mötərizədəki ifadəni tapıb, kvadratı yüksəldib, ondan 2-də 1 çıxsaq, ifadəni A ilə ifadə etmiş olacaq. İndi isə gəlin, keçək bu ifadəni bizdən verilən birinci bərabərlikdə almağa. Bu birinci bərabərlikdə biz bərabərliyi buraya yazım. X üzərinə gəl 4 bərabərdir 3a x kimi. Bu bərabərlikdən biz indi aldığımız x böl 4 üzərinə 1 böl x bərabərliyi almaq üçün hər tərəfi x-a bölə bilərik. Hətta 4x-a bölə bilərik hər tərəfi. 4x-a bölək 4x və bölünsün 4x kimi istifadə edirik. Burada x-ların ixtisar nəticəsində x böl 4 üzərinə gəl 4-lər ixtisar getsə, burada x-lar getmişdi. 1 böl x bərabər olacaq. X-ların ixtisarı nəticəsində 4 böl 3a almış olacaq. Yəni, biz bu ifadənin qiymətinin 4-də 3a olduğunu tapdıq. Gəlirik həmin bu ifadənin yerinə 4-də 3a yazacağıq. 4-də 3a-nın kvadratı çıxılsın 2-də 1. Deməli, sadələşdirməni davam eləsək, 4-də 3a-nın kvadratı 16-da 9a kvadratı çıxılsın. 2-də 1 də 16 məxrəcində yazsaq, 16-da 8 eləyir. Məxrəcə gətirsək, 16-da 9a kvadratı çıx 8 alırıq. Baxsaq düz cavablara görərək ki, C variantı düzgün cavab olur. Keçirik növbəti suala. Növbəti sualımız 52 nömrəli sualdır və sualda deyir ki, kəsirinin ən kiçik müsbət qiymətini tapın. Bu kəsirin köçürək ilk əvvəl a üstü 6 üzərinə gəl 6a üzərinə gəl 16. Burada bir səhv elədik. A üstü 6 necə olur bu bilmədik. A kvadratı verilmişdi. A kvadratı üzərinə gəl 6a üzərinə gəl 16. Məxrəcdə isə 5 üzərinə gəl 8b çıxılsın b kvadratı. Kəsirin ən kiçik müsbət qiymətini soruşur bizdən. Biz burada diqqət etsək, görərək ki, sürət və məxrəcdə məchullarımız fərqlidir. Yəni, bizdə sürətin və məxrəcin qiymətləri bir-birinə əlaqəli olmayacaq. Sadəcə olaraq biz kəsiri üçün ən kiçik qiymət almalıyıq və kəsirin ən kiçik qiyməti almaq üçün biz sürətdə mümkün qədər ən kiçik qiyməti tapmalıyıq. Məxrəcdə isə ən böyük qiyməti tapmalıyıq ki, kiçik ədədi böyük ədədə bölüb mümkün qədər kəsir üçün ən kiçik müsbət qiymət təyin edək. İndi bunu təyin etmək üçün ən kiçik qiyməti sürətdə tapacağıq. Sürət ifadəsinin ən kiçik qiymətini tapmaq üçün onu kvadrat ifadə ilə ayıraq. Yəni, a kvadrat üzərinə gəl 6a üzərinə gəl 9. Bu şəkildə yaza bilərik. Üzərinə gəl 7. Məxrəcdə isə mənfini qarşıya çıxaraq ilk əvvəl mənfi b kvadratı çıxılsın 8b. Daha sonra bu ifadənin müxtəsar moduluna tamamlanması üçün üzərinə gəl 10
6 və ardından çıx 21 olmalıdır. Bu şəkildə yaza bilərik. Davam edirik. Sürətdəki ifadəmizi A üzərinə gəl 3-ün kvadratı üzərinə gəl 7 kimi yazırıq. Məxrəcdəki ifadəmizdə mənfi qarşıda durur. Daha sonra B çıxılsın 4-ün kvadratı çıx 21 əldə eləmiş oluruq. İndi sürətdəki ifadədə bizdə ən kiçik qiymət lazımdır. Biz bilirik ki, kvadrat ifadənin ən kiçik qiyməti A-nın mənfi olduğu qiymətdir. Yəni, bura 0 eləyir və 0 üzərinə gəl 7. Sürətin ən kiçik qiyməti eləyir bizdə 7. Məxrəcdə isə mötərizənin daxilində olan ifadənin ən kiçik qiymətinin qarşısına mənfi yazsaq, bu ifadə ən böyük qiymətə çevriləcək. Yəni, B çıx 4-ün ən kiçik qiyməti 0-dır. 0-dan 21 çıxsaq mənfi 21 və qarşıdakı 21 mənfi 21-i müsbət eləyir. Yəni, olur 21-də 7. Təbii ki, biz burada 7-yə ixtisar eləyib cavabı 3-də 1 əldə etmiş oluruq. Biz burada M və N düsturlarından istifadə eləyə bilərdik. Mən N-in düsturunu da yazaram bura. Mənfi diskriminant bölünsün 4A düsturundan istifadə eləyib. Siz həm sürətdə, həm məxrəcdə bu düsturla ən kiçik, ən böyük qiymətləri taparaq nisbətdə təyin edə bilərdiniz. Lakin biz hələ ki bu ifadəni ənənəvi qayda ilə həll etdik misalımızı. Keçirik növbəti sualımıza. Növbəti sualımız 5 nömrəli, 54 nömrəli sualdır. Üzrlü sayın. Və deyir ki, 2 çoxədli verilib. Px çoxədlisi bərabərdir 16x kvadratı üzərinə gəl 24x üzərinə gəl 9-dur. Qx çoxədlisi isə x-in kubu çıxılsın 3x kvadratı üzərinə gəl 2x üzərinə gəl 2-dir. Və təbii ki, x-a da kök qiymət olaraq mənfi 1,25 qiymətini verib. Deyir ki, bu ifadənin qiymətini hesablayın. Gəlin bu ifadəni aşağı köçürüm, lakin biraz sadələşmənə. Sürətdəki müxtəsər düsturunun açılışını yazacağım. P üzərinə gəl Q, yəni kub düsturunun açılışıdır. P-nin kvadratı çıxılsın PQ üzərinə gəl Q-nün kvadratı alınır. Burada təbii ki, məxrəcdə də P kvadratı çıx PQ üzərinə gəl Q-nün kvadratı ifadəsi verilmişdir. Üzərinə gəl. Burada kub düsturunun fərqlərindən düsturudur. Yəni, P çıx Q-nün açılışında P kvadrat üzərinə gəl PQ üzərinə gəl Q kvadrat ifadəsini alırıq. Həmin ifadənin eynisi də məxrəcdə var. PQ üzərinə gəl Q-nün kvadratı verilir. Görürük ki, heç bizdə ifadələrin çoxədlərindən danışmamışdan əvvəl burada ixtisarlar gedir və nəticədə P üzərinə gəl Q üzərinə gəl P çıx Q ifadəsi qalır ki, Q-lərdə islah gedir. Deməli, biz Q, X çoxədlisindən istifadə etməyəcəyik. Sadəcə 2PX çoxədlisi qalır bizim üçün. 2PX çoxədlisində biz nə etməliyik? Gəlin ilk əvvəl PX çoxədlisini sadələşdirməyə çalışaq. Diqqətlə baxsaq, görərik ki, PX çoxədlisi 4x üzərinə gəl 3-ün mötərizə kvadratının açılışıdır. Onu birbaşa elə burada yazacağım. 2 vur 4x üzərinə gəl 3-ün kvadratı. Daha sonra isə artıq P-nin x-in qiyməti verilib bizə. Mənfi 1,25 onu yerinə yazacağıq. 2 vur 4 vur mənfi 1,25 üzərinə gəl 3-ün kvadratı yazılıb burada. 2 vur, burada mənfi 5 üzərinə gəl 2, mənfi 2-nin kvadratı eləyir 4. Deməli, misalımızın düzgün cavabı eləyir 8. Növbəti sual 70 nömrəli sualdır və sualda deyilir. B-nin kvadratı üzərinə gəl 3B çıxılsın 5 bərabərdir 0 olarsa, bu kəsrin qiymətini hesablayın soruşulur. 7B çıx 21 bölünsün B kubu çıx 27. Bu ifadəni gəlin ilk əvvəl vurğulara ayırıb sadələşdirək. 7-ni mötərizə xaricinə çıxarıram sürətdə. B çıx 3 olacaq. Daha sonra bunu bir qədər səliqəli yazım. Məxrəcdə B-nin kubu çıx 3-ün kubu kimi düstur açsaq, B çıx
3 b'nin kvadratı üzerine gel 3b üzerine gel 9 şeklinde olduğunu görürük açılışın. Diqqətli baxsaq, B çıx 3-ləri islah edə bilərik. Çünki B-nin 3 olmadığı birinci məxrəcdən də məlum idi. Daha sonra sürətdə qalır 7, məxrəcdə qalır B-nin kvadratı üzərinə gəl 3B üzərinə gəl 9. Burada fikir versək bizə verilən ifadədə 5-i sağ tərəfə keçiririk. B-nin kvadratı üzərinə gəl 3B bərabər olmalıdır 5-ə. Həmin bu ifadənin 5-ə bərabər olduğunu burada da B kvadrat üstəgəl 3B ifadəsi var. Orada nəzərə alırıq. 7 bölünsün. 5 üzərinə gəl 9. Burada 14-də 7, o isə eləyir 2-də 1. Deməli, sualımızın düzgün cavabı 0,5 eləyir. Keçirik növbəti suala. 84 nömrəli sualdır və sualda deyilir ki, x böyükdür 0 olduqda ifadənin ən kiçik tam qiymətini tapın. Gəlin bu ifadəni orta məxrəcə gətirək mötərizələrin daxillərini. Yəni, orta məxrəcimiz 1 çıx x, 1 üzərinə gəl x-in hasilidir. 1 çıx x, 1 üzərinə gəl x hasilidir. Sürətdə 1 üzərinə gəl x-in kvadratı eləyir. 1 üzərinə gəl x-in kvadratı üzərinə gəl 1 çıx x-in kvadratı eləyir burada da. Bölünsün deyir. Bölünsün, hələ ki bölünsün saxlayaq bu dəfə. Bunları da orta məxrəcə gətirək. Yenə də 1 çıx x, 1 üzərinə gəl x-dir orta məxrəcimiz. Diqqətli baxsaq. Görərik ki, burada da 1 üzərinə gəl x-in kvadratı çıxılsın. 1 çıx x-in kvadratı alırıq. Gəlin bu ifadələri sadələşdirək. Məxrəcimizdə 1 çıx x, 1 üzərinə gəl x. Sürətdə bu ifadənin açılışından bu ifadənin açılışını toplamalıyıq. Tam açılışından yazacağım. Biraz kəsr xəttimizi böyüdək. 1 üzərinə gəl 2x üzərinə gəl x kvadratı üzərinə gəl 1 çıx 2x üzərinə gəl x kvadratı alırıq. Vurulsun. Mən bu dəfə kəsrin sürət və məxrəcini yerində dəyişəcəm. Bölməyə görə vurmaya çevirirəm. 1 çıx x 1 üzərinə gəl x alırıq. Sürət açılışında yenə 1 üzərinə gəl 2x üzərinə gəl x kvadratı çıxılsın 1 üzərinə gəl 2x çıxılsın x kvadratı əldə edirik. 1 çıx x-lar və 1 üzərinə gəl x-ların vuruqlarını ixtisar edirəm. Birinci sürətimizdə 2x və mənfi 2x islah gedir. 2 ədəd x kvadratı və üzərinə gəl 2 ədəd 1 qalır. Yəni 2-ni mötərizə xaricində çıxara bilərəm. 2 vur x kvadratı üzərinə gəl 1 qalır. Daha sonra məxrəcdə isə x kvadratları islah gedir. Mənfi 1-lər islah gedir. 2x-lardan qalır. 2 ədəd 4x eləyir. Hər tərəfi 2-yə bölsəm 2x-da x kvadratı üzərinə gəl 1 şəklində alırıq ifadəni. Biz artıq ifadəni sadələşdirmişik hələ ki. Bizə deyir ki, bu ifadənin ən kiçik tam qiymətini tapın. Diqqətlə baxsaq, görək ki, x-imiz 0-dan böyükdür. Bizdə sürət həmişə müsbətdir. Deməli, məxrəc 0-dan böyük qiymətlər verdikdə həmişə müsbət olacaq. Yəni, bu ifadənin ən kiçik qiyməti müsbət bir ədəd olacaq. Və tam qiymət soruşur. Ən kiçik tam qiymət. Bu ifadənin ən kiçik tam qiyməti 0-dan müsbət olacağına görə, yəni 0-dan böyük olduğuna görə ən kiçik tam qiyməti normalda 1 ola bilərdi. Lakin biz burada bu ifadənin ən kiçik qiymətini 1 eləmək üçün, 1-ə bərabər etmək üçün x-ların yerinə müsbət 1 qiymətini verməliyik. Lakin biz görürük ki, misalımızda bir neçə yerdə 1 çıx x və 1 üzərinə gəl x ifadəsi məxrəcdə verilib. Yəni, x-imiz nə mənfi 1, nə də müsbət 1 qiymətini ala bilməz. Deməli, x-imiz 1 ola bilmədiyindən bu ifadənin ən kiçik qiyməti də 1-ə bərabər olmur. Lakin x-imiz, yəni 1-dən başqa və mənfi 1-dən başqa bütün qiymətləri ala bildiyinə görə və x 0-dan böyük olduğuna görə biz bu ifadənin ən kiçik qiymətini 1 eləyə bilmiriksə, 0-dan böyük olduğu halda ən kiçik 2-yə bərabər götürə bilərik. Deməli, misalımızın düzgün cavabı 2 olur.
Bununla da bu mövzuya aid sualların izahı sona çatdı. Növbəti videoda görüşənədək.